Salam uşaqlar, 2025-ci il 4-cü qrup 1-ci qəbul imtahan sualları nizamına baxaq, kimya fənni üzrə. Deməli, doymuş bir atomun spirit burada N olmalıdır, siliblər. Deməli, yəni karbon atomlarının sayı eyni olan doymuş bir atomun spiritlə bir əsaslı karbon turşusu. Məsələn, molekulunda karbon atomu 1 olan spiritlə molekulunda karbon atomu 1 olan karbon turşusu götürək. İndi yoldaşlar, ümumi formula gələk CH4O, CH2O2. Karbonlar getsin, hidrogen ikisindən hidrogen ikisi getsin, oksigenlə oksigen biri getsin. Burada 2 qram qalır, burada 16 qram. Bunun kütləsinə verib M, bunun kütləsinə verib X. Deyir ki, X-i tap. Yəni, 2-dən 16-ya necə gələrik? M-in üzərinə 14 gəlsək, sualın düzgün cavabını tapmış olarıq. Birinci sualda cavab D variantı. İkinci suala baxaq yoldaşlar. Verib ki, A-nın qatlıq 0,25-dən 0,22-yə qədər azalmışdır. Yəni, yoldaşlar, A-dan nə qədər sərf olunur? 0,3 qədər. Bax, bir dənə fikir versəz, A-dan bir dənə sərf olunanda, B-dən 2 dənə sərf olunursa, A-dan 0,3 qədər sərf olunan zaman gəl görək B-dən nə qədər sərf olunan, 0,6 da B-dən sərf olunar. Deməli, sualın düzgün cavabı 32-də eləyəcək C variantı. Gəlir 33-cü suala baxaq. Deməli, maddələr verilib hidrogenlə, deməli, asetilen, hidrogen yanmasından söhbət gedir. H2 plus O2 alınır, H2O, reaksiyanın istilik effektində bir küdəyək, hökmən əmsallaşdırıq. Bura 1-2, bura 1-2. İndi yoldaşlar, yanma istiliyini verib 286. Yanma istiliyi nədir? Reaksiyanın istilik effektini bölürsən yanan maddənin əmsalına. Yəni, hidrogen yanma istiliyinə görə biz bu reaksiya istilik effektini taparıq. Q bölünsün 2 bərabərdir 286-ya, buradan Q bərabərdir 572. Yəni, birinci reaksiyanın istilik effektini tapırıq, 572 kilojoule. Bax, buradan bunu tapdıq. Sonra, bizdən amma soruşulan nədir yoldaşlar? 1 qramının yanması zamanı ayrılan istilik miqdarını soruşur. Tapıram ki, 1 qramla, yəni soruşulan 1 qramla X kilojoule istiliyi ayrılırsa, 4 qramla da 572 kilojoule. Buradan X bərabərdir. 1 dəfə 4, 4, 17-nin içərisində 4 dəfə 16, 12-nin içərisində 143 kilojoule. Sualın düzgün cavabı ya A variantıdır, ya B variantı. İndi gəlin bunu asetilenə görə yazaq. Asetilen C2H2 üzərinə gəlsin oksigen, alınır karbon qazı, üzərinə gəlsin, deməli, su. Karbon 2-dir, bura bir 2 yazsaq. Hidrogen 2, bura bir 2, oksigenə 2, onda 5 düşür deyə hər tərəfi 2 dəfə artıraq. Bura bir 2, bura olacaq 4, bura olacaq 2. İndi yoldaşlar, reaksiyanın istilik effektinə bir Q desək, Q bölünsün, asetilen əmsalı 2 bərabər nəyə? 1300-ə. Deməli, bu reaksiyanın istilik effekti də bərabər olacaq 2600 kilojoule. Buradan Q-nü silirik, eləyəcək 2600 kilojoule. İndi davam. Bizdən soruşur ki, asetilen 13 qramına nə qədər? Reaksiyanın özünə görə asetilen 2 vurulsun 26-ya 2600 kilojoule enerji ayrılırsa, asetileni verib 13. 13-ə də Q2. Buradan Q2 bərabər neyini? 4-ə bölüb. 2600-ü 4-ə bölsək, yəqin ki, 650 edəcək. 650 kilojoule. Ona görə sualın düzgün cavabı 33-də eləyəcək B variantı. Davam elə yoldaşlar 34-cü sualdan. Deməli, 3 amin propan turşusunun ilə izomer olan maddəni elə cavab A variantıdır. Niyə? Bax, 3 amin propan turşusu, metan, etan, propan elə. 3 amin deyirsə, NH2-ni bura yazıram. Tutaq ki, CH2, CH2. İndi yoldaşlar, fikir ver, burada amin qrupuna görə vəziyyət izomerliyi yaranır. Bir dənə A maddəsinə bax. A maddəsi elə bil olur 2 amin propan turşusu. Bax, belə geçsək 1, 2, 3. 2 amin propan turşusu bir-birindən amin qrupuna görə vəziyyət izomerliyi yaradır. Elə sualın düzgün cavabı A variantı. Gəlirik 35-ci suala. Kristal hidratında hidrogen atomlarının sayı, oksigen atomlarının sayına olan nisbəti. Yoldaşlar, burada nə qədər hidrogen var? 2N sayda. 2N bölünsün. Deməli, hidrogen atomlarının sayını, oksigen atomlarının sayını. Oksigen atomu nə qədərdir yoldaşlar? Gəlin baxaq. Deməli, 4-ü buradadır. N saydası da burada. 4 plus N bərabərdir onun 7-yə olan nisbəti. Burada 2, burada 5. 7N bərabərdir 20 üzərinə gəlsin 5N. Buradan N-i də tapırsan, N də bərabərdir ona. Sualın düzgün cavabı 35-də eləyəcək
C variantı. Baxaq 36-cı suala görə burada bizə nə verib? Reaksiyalara əsasən X, Y, Z metallarının kimyəvi aktivliyinə görə müqayisə edin. Yoldaşlar, NO2 verən aktiv metaldır da. Aktiv metallar istisna lityumdan, passivlərdən də mis istisnadır. Bunları hələ ki nəzərə almayaq. Bunlar istisnadır. Deməli, X metalı olacaq aktiv metal. Nitratların parçalanmasından söhbət gedir. Bax, indi Y NO3 2 dəfə. Y-in özü NO2O2. Əgər sərbəst metal alınırsa, deməli Y passiv metaldır. Əgər oksid verirsə, deməli olacaq Z də orta aktiv metal. Orta aktiv metal. Bizdən də soruşur, deməli aktivliklərinə görə müqayisə edin. Yəni böyükdən kiçik ən aktivi X-dir, sonra Z-dir, sonra Y-dir. X, Z, Y sualın düzgün cavabı 36-da eləyəcək C variantı. Yəni aktivlər nitritinə, oksigenə, orta aktivlər oksid NO2O2, passivlər isə metal NO2O2-yə parçalanır. Aktivlərdən lityum, passivlərdən isə mis istisnadır. Bunların hər ikisi orta aktiv kimi parçalanır. Yəni qaydaları bilmək lazımdır. Gələk görək 37-ci sualda bizə nə verib? 100 qram X faizli məhlulla 60 qram Y faizli məhlul qarışdırılır. Eyni maddə məhlullarını qarışdırdıqda söhbət eyni maddənin məhlullarından gedirsə, birinci qabda 19 faizli, ikinci qabda isə 22 faizli məhlul alınır. Heç nə, M1 omega 1 düsturundan gedə yoldaşlar. M1 omega 1 üzərinə gəlsin M2 omega 2 bərabərdir. M1 plus M2 vurulsun omega sonla hesablaya bilərik. Bax, M1-imiz 100 qram X faiz, yəni 100 vurulsun X üzərinə gəlsin 60 vurulsun Y bərabərdir. M1 plus M2, yəni 100 plus 60, 160 vurulsun omega sonu birinci qabda verib 19-a. Buradan neyiniyək? Nəsə bir şey eləyə bilərik, yoxsa yox? Baxaq. Hər tərəfdən, məsələn, hər tərəfi deməli 10-a bölsə, bu 10-la bu, sonra bu ixtisar gedər. Sonra hər tərəfi 2-yə bölsə, 5x üzərinə gəlsin 3y bərabərdir. 8-i 19-a vursaq, 8 vurulsun 19 şəklində bunu saxlayaq. O birisində isə A vurulsun X üzərinə gəlsin A vurulsun Y bərabərdir 2A vurulsun, yəni M1 omega 1 düsturunu tətbiq edirəm. Buna görə vurulsun 22. Omega sonu da verib 22. Hər tərəfdən A-nı ixtisar eləsək, buradan deməli X plus Y bərabərdir eləyəcək 44. Neyniyək? Gəl aşağı bunu mənfi 3-ə vuraq. Mənfi 3x çıxılsın 3y bərabərdir. 44-ü 3-ə vursaq 12 bir yada 132. Buradan bunlar gedər. 2x bərabər 8-19-a vursaq 72 7 yadda 152. 152-dən də 132 çıxdıqda eləyəcək 20. 20 mi eləyir? Deməli elədi. Aha 20. Deməli, X bərabərdir 10-a. X-i 10 tapmışıqsa, Y qalacaq 34. Y də bərabərdir 34. Elə bir burada 10 topla Y bərabərdir 34-ə, Y də o 44-ə, Y də bərabərdir 34-ə. Bizdən də Y-i soruşur, sualın düzgün cavabı 34, 37-də elədi Y variantı. Gələk 38-ci suala uşaqlar. Deməli, reaksiyalardır. Kalium xloroidin fosforla reaksiyasından bilirik ki, alınır kalium xlor üzərinə gəlsin P2O5. İkinci reaksiyadan adi şəraitə gedir. Kalium xlor üzərinə gəlsin, kalium xlor O üzərinə gəlsin su Javel suyu. Üçüncü reaksiyadan da kalsium karbonat parçalanır. Kalsium oksidə bir də karbon qazla. İndi gəlin baxaq. Bu niyə belə olub? A, B, C, D, Y. İndi baxaq uşaqlar. Reaksiyada qaz halında olan maddə alınır. Aydındır ki, karbon qazı. A gəlir üçüncüyə. A gəlir üçüncüyə. D-ni tapsaq işimiz rahatdır. D. Reaksiyasından turşu oksidi alınır. Reaksiyasında yoldaşlar P2O5 turşu oksididir. Karbon qazı turşu oksidi 1 ilə 3-ə. 1 ilə 3-ə deməli D aiddir. Deməli həm D həm 1-ə aiddir, həm 3-ə aiddir. Bir dənə fikir verək, D-ni həm 1-də verib, həm 3-də verib. Belə sualın düzgün cavabı 38-də eləyəcək. B variantı da heç davamına baxmıram. Gələk bu 39-cu sualına. Variantları yerinə qoyub hesablamaq lazımdır. Elə səhv eləmirəmsə burada cavab variantı eləyəcək. Niyə? Bax, bir dənə bax.
B variantını qoysaq, H xlorla dəmir xlor 3 verməz, dəmir xlor 2 verər. B variantı getdi. Dəmir xlor 3 ilə dəmir OH2 verməz, dəmir OH3 verər. C variantı getdi. Dəmir xlor 2 ilə dəmir OH3 verməz, dəmir OH2 verər, getdi. Sərbəst xlorla dəmir xlor 3 verməlidir. Bu yazıb dəmir xlor 2, elə sualın düzgün cavabı variantı. Deməli, H xlorla verəcək dəmir xlor 2, dəmir xlor 2 kalium hidroksidlə verəcək. Deməli, dəmir OH 2 dəfə. Sualın düzgün cavabı 39-da eləyəcək A variantı. Gəlir 40-cı suala baxaq. Bu sualda işləmişik nə qədər, amma yenə də baxaq 40-cı sual. Deməli, xrom üzərinə gəlinsin. Bunu biraz belə eləyək. Yerimiz bol olsun. Xrom üzərinə gəlsin HNO3 qatı. Alınır, bilirik ki, xrom NO3 3 dəfə üzərinə gəlsin. Yoldaşlar, xrom orta aktivdir. Orta aktivlər qatı ilə deməli NH3, N2O, NO. Orta aktivlər qatı ilə verəcək NO üzərinə gəlinsin, deməli H2O. X-i tapdıq NO-dur. İndi gəl əmsallaşdıraq. Xrom 0-dan müsbət 3-ə gəlib, azot müsbət 5-dən müsbət 2-ə gəlib, hər biri 3 elektron verib. Ona görə heç nə yazmağa ehtiyac yoxdur. Bura bir 4 yazaram, bura bir 2 yazaram, görək düzəldi. Xrom 1, xrom 1, azot 4, azot 4, oksigen 9, 10, 12, oksigen 12 düzəldi. İndi baxaq yoldaşlar. Doğru ifadələr müəyyən edin. X qazının oksidləşmə məhsulunun parçalanmasından almaq olar. X qazını, deməli yoldaşlar, X qazı oksidləşmə məhsulu da budur. Xrom NO3 3 dəfənin parçalanmasına xrom 2 oksid alınır, 3 oksid alınır. NO2 alınır, bir də O2 alınır. Yəni NO-nu bununla almaq olmaz. Ona görə bir yanlışdır. 1 getdi, 1 getdi, 1 getdi. Bax, 4-5, 4-5 dəqiqdir, 2 ilə 3 arasında qaldıq. 2 ilə 3 arasında qaldıq. Reaksiyaya daxil olan turşunun 75% duzun alınmasına sərf olunur, doğrudur. 4 mol turşuda 4 dənə azot atomu var, duzda isə 3 dənə azot atomu var. Deməli, 4 azot atomunun 3-ü, yəni 75% duzun əmələ gəlməsinə sərf olunub. Ona görə 2 doğrudur. Sualın düzgün cavabı 40-cı sualda eləyəcək C variantı. Davam edirik 41-ci suala. Amonyakın hansı maddələrlə reaksiyasında valentlik dəyişmir? Birinci, amonyakın sulfatla reaksiyasından alınır NH4 2 dəfə SO4. Tutaq ki, hidrosulfatda alınır bilər, sulfatda fərqi yoxdur. Hər iki halda amonyak 3 valentdən azot atomu 4 valentə doğru dəyişir. Ona görə 1-də dəyişir, 1-i götürə bilmərik. Yəni, uzun sözün qısası turşularla olan reaksiyaları götürə bilmərik. 1 getdi, 1 getdi, 1 getdi. Yoldaşlar, bir dənə 4-ə bax, amonyak ortofosfatla NH4 HPO4 də verə bilər. NH4 2 dəfə PO4 də, NH4 3 dəfə də PO4 verə bilər. Hər bir halda azot atomunun valentliyi dəyişir. Ona görə 4 də olmaz. Sualın düzgün cavabı 41-də qalır. Y variantı. Davam edirik 42-ci sualla. Görək bizə nə verib. Deməli, bu nədir indi? Yəqin ki, deyir, x-i müəyyən eləyin. X-i müəyyən eləyin. 1, 2, 3, 4, 5. Aha. Yəni, x nədir? A ilə B. Homoloq nədir, yoldaşlar? Homoloq, eyni homoloji sıra. Məsələn, bax, metan, etan, propan, butan. Yəni, bu homoloji sıra, yəni uzun sözün qısası, ümumi formulu, tutaq ki, CnH2+2 formula malik olan maddələr alkanlar adlanır və bu sıra onların homoloji sırası adlanır və bu sırada olan hər bir maddə bir-birinin homoloqudur. İndi gəlin baxaq. Eyni sinif aiddir, bəli. Məsələn, hər biri metan, etan, propan, hər biri tutaq ki, A maddəsi olsun metan, B maddəsi olsun, məsələn, etan, CH6. Eyni sinifə, hər ikisi alkandır, biri birdir. Bütün fiziki xassələri eynidir, aydındır ki, maddələrin fiziki xassələri necə eyni ola bilər? Eyni kimyəvi elementlərdən ibarətdir, bəli. Karbondan hidrogendən. Sual düzgün cavabı 42-də eləyəcək D variantı. Görün necə rahat bir sualdır. Gələk 43-cü suala. Hidrogen, sulfid və azotdan ibarət olan qaz qarışığıdır. Yazıram. Hidrogen, sulfid və azotdan ibarət ikisi bir yerdə 89,6 litr qaz qarışığı və yaxud da molla ifadə eləsə, ikisi bir yerdə 4 mol qaz qarışığı var əlimizdə.
İndi yoldaşlar, qaz qarışığından alınan H2SO4-ün maksimum kütləsi. Aydındır ki, sulfat turşusunu H2S-dən alarıq. H2S-dən alıram H2SO4. Görün necə rahat hesablayacağım yoldaşlar. H2SO4 bax 1 mol kükürt 1-dir, kükürt 1-dir. Ona görə heç nə yazmaya ehtiyac yoxdur. Bunun 1 molundan 98 qram sulfat turşusu alıramsa, sulfat turşusuna verib 196. Buna X. Deməli H2S 2 mol imiş. İndi yoldaşlar H2S əgər qarışığın 2 molunu təşkil edirsə, qarışıq ikisi bir yerdə 4 moldur. Deməli, azot da qarışığın 2 molunu təşkil edir. İlkin qaz qarışığında azotun mol payı hər biri deməli eyni miqdardadsa, deməli 50% olur. Sualın düzgün cavabı 43-də eləyir. C variantı. Gələk 44-cü suala. Asetilin aktivləşdirilmiş kömürlə verir benzol, C6H6. Benzol deməli etilenlə verir etil benzol, yəni etil benzol, deməli C2H5. Etil benzolun dehidrogenləşməsindən benzol C8H8 alınır. İndi variantlara baxaq. Bizdən nə soruşur? X və Z. X nədir? Benzol. Z nədir? Stirol. Benzol və stirola aid deməli formulları müəyyən, ümumi olanları müəyyən edir. Biri birdir. Karbonların kütlə payı sözsüz ki, dəyişməyəcək. Fikir verək, hər birinin ümumi formulu sadə formulu belə deyək. Sadə formulu CH formuluna uyğundur. Yəni karbonların kütlə payı ortaqdır. Ümumi formulları ortaq deyil. Biri CnH2-6-dır, biri CnH2-8. Ona görə 2-ni çıxdıq. Bromlu su ilə ənkizləşməsi yoldaşlar benzol bromlu su ilə ənkizləşdirmir. 3-ü də çıxdıq, qalır Y variantı. Karbon atomu hibrid vəziyyət, bəli, benzolda da stirolda da bütün karbon atomları sp2 hibrid vəziyyətindədir və hər ikisi aromatik karbohidrogenlərə aiddir. Ona görə 44-cü sualda cavab olacaq Y variantı. Gəlirik 45-ci suala. Etilenin hidrogen xlorida. Etilen budur. CH2 qat rabitə CH2. Buna H xlorla təsir etsə, Markovnikov qaydası düzdür ödənilmir, amma reaksiya gedir. Əmələ gəlir nə? CH3, CH2 xlor. Təzədən bu maddəyə natrium metalına təsir etsə, yoldaşlar vürs reaksiyası gedir. Natrium xlor buradan ayrılar. Elə bir vürs baş verir. Nə baş verir? Bunun özü. CH2, CH3. Alınar normal butan. Sualın düzgün cavabı 45-də eləyər Y variantı. 46. Elə göz görəsi 46-da cavab A variantı. Hansı reaksiya həm birləşmə, həm də oksidaşmə reduksiya tiplidir? Burada alınır HNO3 nitrat turşusu, həm birləşmə reaksiyası, həm də oksidaşmə reduksiya reaksiyası. Həm azot atomunun, həm də oksigen atomunun oksidaşmə dərəcələri dəyişir. Gəlirik 46-cı suala. Alka molekulunda sp3s, biz dərs izahında nə dedik? sp3s nədir? sp3 vəziyyətdə olan karbona birləşmiş hidrogenlərin sayı bizə verib 10-dur. Alkanların ümumi formulu CnH2-nin topla 2-dir. Hidrogen atomlarının sayını verib 10, 2n bərabərdir 8-ə, deməli n bərabərdir 4-ə. Butan imiş, C4H10. Alka molekulunda hibrid orbitallarını bilirik ki, alkanlarda bütün karbon atomları sp3 hibrid vəziyyətindədir. Bir karbonun 4 hibrid orbitalı varsa, onda 4 karbonun eləyəcək 16 hibrid orbitalı. Sualın düzgün cavabı 47-də eləyəcək. Deməli, D variantı. Davam edir 48-ci sualın uşaqları. Elə çətin suallar deyil. Sadəcə olaraq biraz riyazi qabiliyyət tələb edir. Baxaq, gliserin, yağ turşusu və propanol. Yoldaşlar, gliserin budur. CH2OH, gliserin bilirik ki 3 atomlu spirtdir. CHOH, CH2OH. Bu oldu X maddəsi. Sonra verir yağ turşusu. Yoldaşlar, deməli yağ turşusunda 4 karbon atomu var. Yəni CH3, CH2, CH2, COOH. Bu yağ turşusudur. Y propanal da aldehiddir. Yəni 3 karbon atomu olan aldehid. CH3, CH2, COH. Bu da olur Z maddəsi. İndi bizdən nə soruşur? Deməli, Z maddəsi yox, metilin qruplarını say. Yoldaşlar, metilin qrupunun formulu CH2 qrupudur. Bir dənə, 2 dənə. Deməli, X bərabərdir 2-yə. Bir dənə, 2 dənə. Deməli, Y bərabərdir 2-yə. Burada isə cəmi cümlətanı bir dənə var. Deməli, X bərabərdir Y-ə, Z bunlardan kiçikdir. Sualın düzgün cavabı 48-də eləyəcək B variantı. Davam eləyək 49-cu sualdan üzr istəyirəm. Glukozanın qıcqırmasından alınan üzüm maddə molekulunda karbon atomlarının sayı. Yoldaşlar, glukozanın birbaşa yazaq, qıcqırma məhsullar biri 2 molekula etil spirtindən 2 molekula karbon qazdır. Söhbət üzüm maddədən gedirsə, yalnız etil spirtini yazıram.
O birisindən 2 molekul süd turşusu alınır. Süd turşusunda ümumi formulu budur. COOH. Deməli, o birisindən isə deməli yağ turşusu alınır. CH3, CH2, CH2, COOH. İndi deməli 4 dənədirsə, 4 dənə olan hansıdır? 4 dənə karbon olan budur. 3 dənə karbon olan budur. 2 dənə karbon olan da budur. İndi bizə verir qlükozla qızğınmasına alınan üzüm maddə molekulunda hidrogen atomu. Burada 6 dənə hidrogen var. Deməli Z bərabərdir 6-ya. İndi variantlar olmaya bilər. Çox təəssüflər olsun ki, bu PDF niyə bu vəziyyətdə düşüb? Nəysə. 3, 4, 5, 6. Deməli, ikincidə də 6-dır. Burada isə yoldaşlar 3, 4, 8. X bərabərdir 8-ə. Y 6. Yəqin ki, cavab B variantı olacaq. 8, 6, 6 olmalıdır. 49-da cavab B variantı götürə bilərik. Laf variantlar olmasa belə siz artıq bunu özünüz tapa bilərsiniz də uşaqlar. Gəlir 50-ci suala. Xlorun hansı birləşmələrdə bax ümumi formulu 3N, 3M, 3. Yəni uşaqlar bax, gəl xlorun normal halda bax 3S2, 3P deməli 5, 3D0. İndi ikinci halda 3S2, 3P4, 3D1. Üçüncü halda 3S2, 3P3, 3D2. Dördüncü halda isə uşaqlar 3S1, 3P3, 3D3 formulu. İndi bir dənə baxın, diqqətli olun. Bax 3SN-dən 3DN, yəni 3S-dən 3D-nin elektronlarının sayı eynidir. Harda? Üçüncü halda. İndi baxaq, burada neçə tək elektron var uşaqlar? 3-ü burada, 2-si burada, 5 tək elektron var. Deməli, müsbət 5 oksidləşmə dərəcəsi göstərməlidir. Biri aydındır ki, deməli biri olacaq, xlor 2, O5, xlor 2, O5 deyəqin bu. Deməli, mənfi 2, müsbət 5 oksidləşmə dərəcəsi, bir daha xlor O3-dür ki, uşaqlar, mənfi 2, müsbət 5 oksidləşmə dərəcəsi 1 ilə 4, sualın düzgün cavabı 50-də eləyəcək A variantı. Davam edirik. 51-ci sualla, bu niyə belə düşüb? Bir dənə baxaq. Nəsə, ümid edirəm, səhvlik olmaz. Deməli, fotosintez prosesini yazırıq yoldaşlar. 6 molekula karbon qazı üzərinə gəlsin 6 molekula su. Günəş şüalarının təsiri altında H ilə glükoza C6H12O6 üzərinə gəlsin 6 molekula oksigen qazı ayrılır. Sərf olunan karbon qazının kütləsi, sərf olunan suyun mol miqdarı, alınan oksigenin kütləsi. Yoldaşlar, bax bir dənə reaksiyanın özünə görə fikir versək, karbon qazı 6 vurulsun 44. Yəni, deməli 6 dəfə 4, 24, 2 yadda 24, 264 qram karbon qazı sərf olunur, 32 vurulsun 6 qram da oksigen alınır. Gəlin bir dənə görək fərq nə qədərdir? Deməli, 12, bir yadda 192. Elə, indi 264-dən 192-yə çıxsaq, düşsək, yəni fərqimiz nə qədər eləyəcək? Bir dənə baxım, deməli, 264 çıxılsın 192, 72 qram. Bir dənə dəqiq görək düzümü yazdıq, 44-ü vur 6-ya, 264, 32-ni vur 6-ya, 192. Bəli, 264-dən 192-ni çıxıram, 72 qram azalma var. Yoldaşlar, reaksiyanın özünə görə 72 qram azalma olan zaman və alınan suyun mol miqdarı, yəni sərf olunan suyun mol miqdarına söhbət gedir. 72 qram azalmaya əgər 6 mol su sərf olunursa, H2O sərf olunursa, indi gəlin bir dənə baxaq, 6 mol su sərf olunursa, reaksiyaya görə bir dənə fikir verin, M-dən gəlib M çıxılsın 14,4. Yəni bizim azalmamız şərtə görə 14,4 qram azalmadır. 14,4 qram azalmaya da verib N mol su. N mol H2O. Buradan N-i tapıram, N bərabərdir. Deməli, 14,4-ü vururam 6-ya, bölürəm 72. Elədi 1,2 mol deməli su. 1,2. N-i buradan tapdım. Sonra yoldaşlar, karbon qazının kütləsinə bax, reaksiyanın özünə görə dedik ki, 72 qram azalma olan zaman, nə qədər karbon qazı reaksiyaya daxil olmuşdu? 264 qram. 264 qram karbon qazıdırsa, şərtə görə azalma nə qədər oldu? 14,4 qram. 14,4 qram azalmaya isə
m mol m qram karbon qazı. Buradan m-i taparam. M bərabərdir 14,4 vurulsun 264 bölünsün 72-nin hesablayaram. 52,8 də m-i taparam. 52,8. Bizdən də m plus n-i soruşur. 52,8 üzərinə gəlsin 1,2 aydındır ki, eləyəcək 54. Sualın düzgün cavabı 51-də eləyəcək. B variantı biraz riyaziyyat tələb edən bir sualdır təbii ki. Gələk 52-ci suala baxaq. Dissosiasiyaya aid bir sualdır. 52-ci sual. Deməli, x plus y bərabər 0,75 olduqda A2B birləşməsinin dissosiasiya dərəcəsini hesablayın. Gəlin baxaq yoldaşlar. A2B-ni gəl biz dissosiasiya elətdirək. Aydındır ki, buradan alınacaq 2A müsbət, B 2 mənfi əmələ gəlir. İndi bir dən baxaq yoldaşlar. Vay, görəsən burada nəsə varmı, silinib yoxsa yox? İndi bax, burada nəsə var yoxsa yox? Bir də mən yoldaşlar, toplaya baxın, bu sual topluluda var onsuz da. Bir də toplaya baxın, yəni kitab 2025 toplunun arxasını görün, burada nəsə var yoxsa yox? İndi sizə deyəcəm. Aha, deməli uşaqlar. Davam eləyək. Eyni bu topluluda arxasında var bu qəbul. İstəsəz buradan da işləyə bilərsiniz. Fərqi yoxdur. Prost biz keçən bu PDF-i götürəndə, yəni toplu hələ çıxmamışdı ona görə. Gəlin elə buradan istəyirsiniz baxaq. Burada daha yaxşı düşüb. Bax. Deməli, A2B-nin dissosiasiya elətdiririk. A2B-nin dissosiasiyasından biz bilirik ki, 2A müsbət üzərinə gəlsin, B 2 mənfi alınır. İndi yoldaşlar, baxın, A2B-nin mol miqdarı 0,2 olanda, A2B-nin mol miqdarı 0,2 olanda x qədər A-dan əmələ gəlir. A-dan x qədər. Bunun birinə də 2 sərf olunur. Biz buradan tapırıq ki, x bərabərdir neçəyə? X bərabərdir deməli, x bərabərdir 0,4-ə. X-i tapırıq buradan 0,4. Yox, yəni bunun dissosiasiya eləyəni 0,4-dür. Deməli, dissosiasiyadan dissosiasiya eləyəni 0,4 deyil. 1 molunun deməli dissosiasiyasından 2 mol alınırsa, A2B-nin mol miqdarı 0,2-si dissosiasiya eləyəndə deməli 0,2-si dissosiasiya eləyəndə 0,4 deməli A müsbət alınmalıdır. İndi bir dənə baxaq. B-yə verib 0,6. İndi gəl bir dənə biz bunları silək. Bax, bir dənə bunları silək. B-yə 0,6 yazsaq, bax, B-yə 0,6 yazsaq. Bunun birinə dissosiasiyasından birdirsə 0,6-sından da aydındır ki, 0,6 alınmalı idi. 0,6-nın dissosiasiyasından 0,6 alınmalı idi. Deməli, indi bax, burada nəyi verib? Necə yaza bilərik? Bir dənə gözləyin görək. A ilə B-dən. Aha, uşaqlar, deməli bir də baxaq bu suala. Yenə deyirik, A2B dissosiasiya elədi, 2A müsbət üzərinə gəlsin B mənfi. Eləmi? A2B-dən deyir, A2B 0,2 olduqda bundan, 0,2 olduqda bundan birindən 2-dirsə 0,2-dən 0,4 alınmalı idi x. Birindən 1-dirsə 0,6-sından 0,6 alınmalı idi. Yəni, belə baxsaq, ümumi nə qədərdir? 1 mol. Amma bizə bunu nə qədər verib? 0,75. Elə bir dissosiasiyanı verib 0,75. Dissosiasiya edəni. Dissosiasiya edən bölünsün, ümumi vurulsun 100%-dən hesablayarıq. O da eləyəcək 75%. Sualın düzgün cavabı. Davam eləyək. Bu 22-ni işləmişik orada. 53-cü sualla. Görək bizə 53-cü sualda nə verib? Bu sualda işləmişik. C5HNO. Gəlin bunu oksigende yandıraq. Alınır, bilirik, tam yanmasına alınır karbon qazı, üzərinə gəlsin su. Karbon 5-dir, bura bir 5 yazdıq. Hidrogen N saydadısı, deməli bura N bölü 2 yazacağıq ki, N bölü 2-ni 2-yə vuruqda N qalsın.
İndi oksigenim nə qədərdir? 10 üzərinə gəlsin, deməli 10 üzərinə gəlinsin, deməli oksigen heç tapmağa ehtiyac var yoxsa yox? Heç oksigen tapmağa ehtiyac yoxdur, bəli. Heç oksigen tapmağa ehtiyac yoxdur, bax. Ya da istəsəz tapa bilərik. 10 oksigen buradadır, 10 oksigen. Üzərinə gəlsin, n bölünsün 2. Oksigenin biri buradadırsa, qalır 9 üzərinə gəlsin, n bölünsün 2, bölünsün 2. Heç ehtiyac yoxdur tapmağa. Və bir dənə bax, bunun 1 molunun verib ki, bunun 1 molunun yanmasından, deməli, 1 molunun yanmasından, 0,1 molunun yanmasından, ümumi 1 mol. Bax, 0,1 molunun yanmasından verib 1 mol ümumi maddə alınırsa, biz bunun özünün 1 moluna taparıq ki, ümumilikdə 10 mol maddə yanır. 10 mol maddə əmələ gəlir. Elə 10 mol. Bu 10 mol maddənin əgər 5-i karbon qazının payına düşürsə, 5-i də suyun payına düşəcək. Deməli, suyun əmsalı 5-dir. Yəni, n bölünsün 2 bərabərdir 5-ə. Buradan n də bərabərdir 10-a. Gətir, burada n-i yerinə 10 yazaram. Yanan maddədə neçə atom var? 5, 10, 15 üzərinə 1, sualın düzgün cavabı eləyəcək 16. 5 saniyəlik, 5-10 saniyəlik bir sualdır. Gələk bu 54-cü məşhur suala. Yoldaşlar, onsuz da biz bilirik ki, kalium hidroksidin mol sayının asılı olaraq kalium hidroksidin 1 mol götürsək, ortofosfatla reaksiyasından kalium H2PO4 alınır. Kalium hidroksidi 2 mol götürsək, kalium 2HPO4 alınır. Kalium hidroksidi 3 mol götürsək, kalium 3PO4 əmələ gələr. İndi verib ki, Y-in 1 molunda olan iyon rabitələrin sayının poler rabitələrin sayına olan nisbəti 0,6-dır. Yoldaşlar, hər birində iyonla polyar istəyirsiniz, gəlin tapaq. Burada ümumi rabitə nəyə bərabərdir? Ümumi, oksigenin valentliyi vurur ki, hər birində ümumi rabitə 8-ə bərabərdir. Ümumi rabitə 8, ümumi rabitə 8-dir. İyon rabitə nəyə bərabərdir? Metalın valentliyi vur sayı. Deməli, 1 iyondur. Burada iyon 2-yə bərabərdir. Burada isə iyon 3-ə bərabərdir. Onda polyar kovalent rabitə burada 7-yə bərabərdir. Polyar kovalent rabitə burada deməli polyar kovalent rabitə 8-dən 2-ni çıxıram 6-ya bərabərdir. Burada isə polyar kovalent rabitə 5-ə bərabərdir. İndi yoldaşlar verib ki, iyon rabitənin sayının polyar kovalent rabitənin sayının olan nisbəti 10-da 6. 10-da 6, 10-da 6, yəni 5-də 3 olan aydındır ki, budur da. İyon 3, polyar 5, elə 10-da 6 eləyər. Demək yoldaşlar, Y maddəsi, bax, bu Y maddəsi kalium 3PO4 imiş. Eləmi? İndi H3PO4-ün üzərinə deməli, H3PO4-ün üzərinə kalium hidroksid gəlsək, elə bir maddə almalıyıq ki, təzədən onun üzərinə bir də kalium hidroksid gələk, kalium 3PO4 alaq. Deməli, yoldaşlar, bu 2 mol kalium OH olar ki, 2 mol kalium OH olar ki, buradan kalium 2HPO4 alaq. Təzədən kalium 2HPO4-ün üzərinə 1 mol kalium hidroksid gələk, kalium 3PO4 alaq. Deməli, A-sı 2, C-si 1 olan cavabları, A-sı 2, C-si 1 olan cavabları götürə bilərik. A-sı 2, C-si 1 olan və yaxud ümumiyyətlə elə C-si 1 olan cavab. Amma indi bura bax, burada da kalium, deməli bu da 3 moldur ki, biz buradan kalium 3PO4 ala bilərik. İndi baxaq, hansı variantlar bunu ödəyə bilər? Deməli, hansı variantlar ödəyə bilər? C-si 3 heç vaxt ola bilməz, C-si 2 olmaz, C-si 2 olmaz. Bu 3-ü gedir. Yox, bir dənə gözünü görək. Bax, C-si 2 də ola bilərmi? Bəli, C-si yoldaşlar, birinci halda belə ola bilər. İkinci halda, deməli, A-nı 1 götürərəm, A-nı 1 götürsəm, A-nı 1 götürsəm. Deməli, kalium H2PO4 alınır. Təzədən kalium H2PO4-ün üzərinə 2 mol kalium OH əlavə edirəm, yenə kalium 3PO4 alınır. Deməli, A, bax, elə bir, deməli, uşaqlar, A 1-2 ola bilər, A 1-2 ola bilər. Yəni, uşaqlar, burada bircə dənə şey görmək lazımdır ki, deməli, B həmişə 3 olacaq. B-si həmişə 3 olan variant, B-si həmişə 3 olan variant. Aydındır ki, bir dənə fikir verin, qalır bir dənə 1 ilə
4. B həmişə 3 olacaq ki, kalium, yəni kalium ortofosfat turşusundan kalium ortofosfat almaq istəyiriksə, mütləq şəkildə bu 3 mol kalium hidroksid olmalıdır yoldaşlar. B-si həmişə 3 olan elə bu iki variant arasında özünü göstərir. Deməli, A-sı 2 olanda, C-si 1 olan, fikir ver, A-sı 2 olanda, C-si 1 olan, deməli, A-sı 2 olanda, A-sı 2 olanda, A-sı 2 olanda, C-si 1 olan, A-sı 2 olanda, C-si 1 olan, A-sı 1 olanda, C-si 2 olan, A-sı 1 olanda, C-si 2 olan cavab olur elə 1 ilə 4. Bilirəm, biraz uzundur, amma bu bilirsiniz nəyə əsaslanır yoldaşlar, mən sizə bunu keçmişəm. Bax, var əlində kalium H2PO4, var əlində kalium HPO4, var əlində kalium 3PO4. Bunların hər birinə təsir göstərdik, yadınızdadır. Bunu yazdırmışam. Kalium 3PO4 ilə kalium, bir də H3PO4. Kalium hidroksidlə, bir də H3PO4 ilə. O reaksiyalara bir baxarsınız. Sonra gəlir, biraz başa düş. Ümid edirəm başa düşdünüz, yoxsa yox. Bax uşaqlar, kalium hidroksidin əgər birin biri H3PO4 ilə götürsə, neytrallaşma reaksiyasıdır. Bu zaman 1 mol su ayrıldığına görə kalium H2PO4 qalar. Əgər mən kalium hidroksidi 2 mol götürsəm H3PO4 ilə, kalium 2HPO4 qalar. Bu zaman 2 mol su ayrılar. Əgər mən kalium hidroksidi 3 mol götürsəm H3PO4 ilə reaksiyasına, bu zaman kalium 3PO4 əmələ gələr, 3 molda su ayrılar. Yerdə qalır, deməli, kalium bax H2PO4. Bunun üzərinə kalium OH gəlsək, kalium 3PO4 alınar, amma kalium H2PO4 deməli H3PO4 ilə reaksiya daxil olmaz. Sonra kalium 2HPO4. Bu kalium 2HPO4 həm H3PO4 ilə reaksiya daxil olar. Verər kalium H2PO4. İstədim yazmayam, amma belə başa düşürəm, başa düşməyəcəksiniz. Kalium OH ilə reaksiya daxil olsa verəcək kalium 3PO4. Bir də yoldaşlar var, kalium 3PO4. Aydındır ki, kalium 3PO4 H3PO4 ilə reaksiya daxil olduqda kalium 2HPO4 verəcək. Amma kalium OH ilə reaksiya daxil olmayacaq. Bu reaksiyaları yadınıza salın uşaqlar və ondan sonra məntiqi ardıcılıqla bu hissəni tamamlayırsınız. Gələk 55-ci suala. Deməli, kalium hidrid və kalsium hidrid. Yazıram kalium hidrid və kalsium hidrid. Hər birinin, deməli, hər birinin su ilə reaksiyasını verib, bəli, hər birinin su ilə reaksiyasını yazıram. Kalium hidroksid üzərinə gəlsin hidrogen qazı. Əmsal varmı? Yoxdur. Üzərinə gəlsin H2, alınır buradan kalsium OH 2 dəfə, üzərinə gəlsin H2. Oksigeni 2 yazsaq, hidrogen oldu 6, burada deməli bir 2 yazacağıq. İndi baxaq. Görək bizə nə verilib. Qarışığın kütləsi bu qədər. Su ilə reaksiya daxil olduqdan sonra alınan qələvələrin kütləsi M+48. Yoldaşlar, bax, ikisi bir yerdə, bax, ikisinin bir yerdə kütləsi nə qədərdir? Kalium hidrid reaksiyanın özünə görə baxsaq, bax, kalium hidrid 40, kalsium H2 isə 42. İkisinin bir yerdə kütləsi 82-dir. Bəs alınan qələvələrin kütləsi, kalium hidroksid 56-dır, kalsium hidroksid isə 74 eləyir də, 34, 40, 74. Eləyir 10, bir yadda 130. Bir dənə baxaq, 82-dən gəlib 130-a. Gəlin görək, artım nə qədər olub? 130-dan çıxıram 82-ni, 48 qram artım baş verib. Reaksiyanın özünə görə 48 qram artım. Elə? Yazıram ki, reaksiyanın özünə görə 48 qram artım olan zaman, bir dənə fikir verək, məsələn, eni bizdən soruşur da, yəni birinə görə tapa bilərik. 48 qram artım olan zaman biz neçə mol kalium hidrid və yaxud da kalsium hidrid götürmüşdük? 1 mol. Yazıram 1 mol. Amma bir dənə fikir verək, qarşılığın kütləsi M-dən N topla 48-ə, yəni 4,8 qram artıb. 4,8 qram artım olan zaman isə nə qədər götürmüşük? N mol. Yazıram N mol. Buradan N də bərabərdir 0,1-ə. Rahat bir sual idi.
Davam eləyək 56-cı sualla. Görək 56-da bizə nə verib. Deməli, bu 2024-də də var idi da bu sual. Neylonla kapron polimerləşmə dərəcəsi metilin qruplarının sayı. Yoldaşlar, neylon nədir? Heksametilin diaminlə adipin turşusundan neylon. Bax, heksametilin, orada amma lafzan idi. Heksametilin diamin. Bax, metilin, heksametilin diamin. NH, NH. Heksametilin diaminlə adipin turşusu. CO, CH2, 4 dəfə CO. Deməli, yoldaşlar, bu oldu nə? Bu oldu neylon. Naylon. Kapron 6 enant 7. Bu cümləni yadınıza saxlayın. Kapron 6 enant 7. Kapron 6-sı nə deməkdir? 5 dənəsi buradadır, bax bir dənəsi gəlir bura. Kapron 6 enant 7. İndi polimerləşmə dərəcəsini hər birini 1 götürək. Çünki n sayda verir. Bu zaman makromolekulda olan metilin qruplarının sayı. Yəni CH2 qrupu 6-sı burada, 4-ü burada. 10 dənə buradadır. Metilin qrupu 5 dənə buradadır. X-i də Y-ə böləndə eləyəcək 2. Onu 5-ə böləndə eləyəcək 2. 56-da da cavab 2. Gələk 57-ci suala. Bax, bu bayaq bu 57-ci sual əslində bax burada danışdıq 54-də. Baxaq. Natrium hidrosulfat. Natrium hidroortofosfat. Natrium hidroortofosfat. Hidroortofosfat. Natrium dihidroortofosfat. Üçüncü isə natrium ortofosfat. Formullarını yazdıq. İndi baxaq yoldaşlar. Natrium OH ilə reaksiya daxil olmur. Natrium OH ilə reaksiya daxil olmur. Yox. A. H3PO4 ilə reaksiya. Yoldaşlar, H3PO4 ilə reaksiya daxil olmursa, aydındır ki, dihidroortofosfatdır. Bayaq danışdı bu reaksiyaları. Natrium OH ilə reaksiya daxil olmayan natrium ortofosfatdır. Özünə necə natrium OH birləşdirsin? H3PO4 ilə reaksiya daxil olur. H3PO4 ilə reaksiya daxil olur. Həm H3PO4 yoldaşlar, həm H3PO4, həm natrium OH ilə. Deyirəm, H3PO4 ilə bu da daxil olur, bu da. Amma hər ikisi ilə reaksiya daxil olan natrium 2HPO4-dür, natrium hidroortofosfat. Normal duzdur, aydındır ki, D bura gəlir. 2 qat duzda heç bir, 2 qat duzda 2 dənə metal atomu olmalıdır, uşaqlar. C, A, B, D. Davam eləyək situasiya sualları ilə. Baxaq. Bir dənə gözləyin. Baxaq uşaqlar. Deməli, situasiyalar. Qapalı qabda CH3CO natrium və natrium hidroksidin qarşılıqlı deməli reaksiya zamanı maddənin kütlənin zaman asısı qrafiki. Biz bilirik ki, bu nəyin alınma üsuludur? CH3 nəyin laboratoriyada alınma üsuludur? CH3CO natrium üzərinə gəlsin natrium hidroksid. Aydındır ki, buradan alınır metan qazı. Üzərinə gəlsin natrium karbonat. Natrium 2CO3. İndi baxaq uşaqlar. Kütləsini, reaksiya daxil olan və reaksiyadan alan maddələrin kütləsi. Yoldaşlar, natrium karbonatın kütləsi nə qədərdir? Natrium 23, 46, 46-nın üzərinə 48, 94, 94-ün də üzərinə deməli 12, 6, 106. Və bir dən baxaq. Aydın ki, başlanğıc maddənin kütləsi zaman keçdikcə azalır, məhsulun kütləsi zaman keçdikcə artır. Yoldaşlar, bir dən fikir verək. Nədirsə sıfırdan C-yə qalxır. Nədirsə sıfırdan 3,2-yə qalxır. Aha, deməli C çoxdur yoxsa 3,2? Aydındır ki, C. İndi 16 çoxdur yoxsa 106? Aydındır ki, 106. Deməli C budur, 3,2 budur, 3,2 budur. İndi yoldaşlar, sərfiyyətə baxaq. CH3CO natrium aydındır ki, bunun kütləsi daha çoxdur da. Bu nədir? C2H, C2H3O2 natrium. Bunun kütləsini hesablayaq. 24, 27, 27-nin üzərinə 23, 10, bir yadda 50, üzərinə 32, 82. 82 budur, 40 da budur yoldaşlar. İndi baxaq, bir dənə fikir verək. Tam sərf olunan, yəni daha çox sərf olunan və müəyyən qədər artıq qalan. Aydındır ki, biz bunu əgər 82-82 görsək, bu tam sərf olunacaq. Deməli, tam sərf olunan budur,
tam sərf olunan budur. Yoldaşlar, B minus A qədər sərf olunan da natrium hidroksidə düşür. B minus A qədər də sərf olunan natrium hidroksidə düşür. Bunu buradan tapdıq. İndi baxaq, biz buradan əslində hər şeyi tapa bilərik. Necə? Bax, yazıram bunun altına 82, yazıram bunun altına 40, bunun altına 16, bunun altına 106. Buradan seni tapmaq rahatdır. Deməli, 3 onda 2-ni 106-ya vurup, 3 onda 2-ni vururuq 106-ya, bölürük 16-ya. Elədi 21,2. Senin qiymətini tapıram 21,2. Aha. İndi yoldaşlar, B-yə 3,2-dirsə, 82 40-dır. Buradan B-ni də tapa bilərəm. Deməli, B-ni necə tapıram? 82-ni vururam 3,2-yə, bölürəm 40-a, deməli, bölürəm 40-a, 6,56. Nəsə səhvlik eləmədik. Bölürəm, niyə 40-a? Bölürəm 16-ya. Bölürəm 16-ya. 16,4. B-ni də buradan tapıram 16,4. Eləmi? İndi yoldaşlar, gəlin bir dənə bunun sərf olunanına baxaq. Sərf olunanına baxaq. Görək nə qədər bundan sərf olunmalıdır. Rahat tapa bilərəm. 21,2-nin üzərinə gəlirəm. 21,2-nin üzərinə gəlirəm. Deməli, 21,2-nin üzərinə gəlirəm. 3,2 çıxıram 16,4. 8 də deməli natrium OH-dan sərf olunur. Deməli, natrium OH-ın sərf olunanı 8-dirsə, bir dənə fikir verir. Başlanğıcı B qədər idi. Sərf olunanı 8 oldu. B 16,4-dür. Əgər 16,4 var idisə, bunun 8-i sərf olundusa, 8,4-ü qaldı. Deməli, buradan tapıram ki, A 8,4-dür. B-ni bayaq tapdıq 16,4. C-ni də bayaq tapdıq 21,2. Və belə. 21,2. İndi görək, reaksiya başa çatdıqdan sonra bərk qalıq H-xlordan deyil reaksiyası aparılır. Reaksiya başa çatdıqdan sonra bərk qalıq üzərində, bərk qalıq nədir? Natrium karbonatın H-xlorla reaksiyası aparılır, bu zaman qaz ayrılır. Olsun, yaxşı, baxaq onda digərlərinə. A-nı B-ni, 58-ci sual. A-nı B-ni C-ni müəyyən edin. A-nı müəyyən elədik yoldaşlar. A-nı neçə tapdıq? 8,4. B-ni neçə tapdıq? 16,4. C-ni neçə tapdıq? 21,2. Bax burada. 58 hazır. Gəlirik 59-a baxaq. 59. Neçə litr qazın ayrıldığını? Yoldaşlar, reaksiyamızı yazaq. Bərk qalıq natrium karbonatdır. Natrium karbonatın üzərinə H-xlor əlavə eləsək, aydındır ki, xlorid karbonatını sıxışdırıb çıxardır. Natrium xlor, karbon qazı üzərinə gəlsin su. Natrium 2-dir, bura 1-2 yazıq. Hidrogenlə xlor 2-dir, bura 1-2 yazıq. İndi baxaq yoldaşlar. Neçə litr qaz ayrıldığını müəyyən eləyin və buraya neçə litr qaz ayrıldığını müəyyən eləyin və bu qazın alma reaksiyasının tam iyon tərliyindən söhbət gedir. İndi baxaq. Bərk qalığın tam reaksiyasına 122 milli H-xlor sərf olunur. 122 milli. Bizdən isə soruşur neçə litr. Aha. 1 litr 1000 millilitrdirsə yoldaşlar, bax 1 litr 1000 millilitrdirsə, 1 litr 1000 millilitrdirsə, bizim H-xlorumuz neçə millidir? 122 milli. Yazıram 122 milliyə x litr. Buradan x tapırıq, belə 1, 2, 3 minə bölürük da. Yəni 122-ni, deməli 122-ni minə böləndə 0-ı bir vahid bu tərəfə. 0,122 litr. 0,122 litr H-xlor. Yazıram 0,122 litr H-xlora. Soruşur ki, neçə litr qaz? X litr karbon qazıdırsa, 2 vurulsun 22,4-də də elə 22,4 litr karbon qazı. Buradan X hesablayıram. Deməli 0,122-ni vururam. Heç 22,4-də vurmağa ehtiyac yoxdur. Onsuz da ixtisarcı edəcək. Əsas elə 2-yə bölsək, ala bilərik. Prost nəyi səhv yazdıq? Nəyisə səhv yazmışıq. Bərk qalığın tam reaksiyasına 122 milli H-xlor məhlulu sərf olunursa, neçə litr qaz ayrıldığını müşahidə edin.
122 milli H-xlor məhlulu sərf olunursa. H-xlor məhlulu ilə indi burada bu rəqəmlər, tapdığımız rəqəmlərin bizə ehtiyacımız olacaq ya yox. 122 litr, neçə litr X qazın ayrıldığını hesablayın və bu qazın ayrılma reaksiyasının tam iyon təhlilini. Tam iyon təhlilini yazmaq asandır. Neçə litr X qazının ayrıldığını hesablayın. Gəlin baxaq. Necə yaza bilərik? Onda məhlulun H-xlora görə məsələni işləməyək uşaqlar. Çünki bilirsiniz görə H-xlora görə məsələni işləməyək. Axı biz burada reaksiyadan X qazının ayrılması müşahidə olunur. Yoldaşlar, bərk qalıq üzərinə H-xlor. Axı biz burada alınan bərk qalığın kütləsini tapmışıq axı. O da var. Alınan bərk qalığın kütləsi 21,2-dir. 21,2 qram bərk qalıq alınır. Bir dəncə reaksiyanın təzədən yazaq. Natrium 2CO3-ün üzərinə H-xlor gəlsəm, alınacaq burada deməli natrium xlor, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Natriumu bura bir 2 yazıram. Deməli hidrogen 2, hidrogen 2, bura bir 2 yazıram. Yoldaşlar, bərk qalığa görə hesablayacağıq. 21,6 qram bərk qalıqdan X litr, mən onda bunu nəyə verib bizə? Yəqin bu bir sual üçün bizə lazım olacaq. 21,6-dan X litr karbon qazı ayrılırsa, natrium karbonatının öz kütləsi nə qədərdir? 106. 106-sından da deməli nə qədər karbon qazı alınıb? 22,4 litr karbon qazı. Buradan X-i bir dənə dəqiq hesablayayım, nəsə səhv olmasın. Deməli 21,6 vurulsun 22,4 bölünsün 106. Yeni nəyə səhv yazdıq? 21,4 deyil, 21,2-dir. 21,6 deyil, 21,2-dir. 21,2 vurulsun 22,4 bölünsün 106, 4,48 litr. Aha, olar. Deməli, 4,48 litr qaz ayrıldı, 59-un birincisinin cavabı. Və bu qazın alınma reaksiyasının tam iyon təhlilini yazın. Bu qazın alınma, deməli 2 natrium müsbət, qısa iyon təhlili yoxsa tam iyon təhlili. 2 natrium müsbət, üzərinə gəlsin CO3 2 mənfi, üzərinə gəlsin 2H müsbət, üzərinə gəlsin 2 xlor mənfi alınır. Deməli 2 natrium müsbət, üzərinə gəlsin 2 xlor mənfi, üzərinə gəlsin karbon qazı ilə suyu da heç nəyə ayırmırıq. Üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Çox güman belə olacaq. 4,48 olar. Bu da olsun 59-cu sualın cavabı. Gəl baxaq 60-cı suala görək. Biz 60-cı sualı prosto hardan yazaq? Yəqin ki 59-u ya 60-ı da buradan yazaq. 60-cı sual. H-xlor məhlulu ilə reaksiyanın sonunda qabda neçə mol duz alındığını və H-xlor məhlulunun molyar qatılığını hesablayın. İndi deyir neçə mol H-xlor məhlulu reaksiyasında neçə mol duz alındığını. Yaxşı, gəl baxaq. Bax uşaqlar, 106 qram, 59-cu reaksiya bir dənə bax. 106 qramdan 2 mol duz alınıb belə. Yazıram 106 qramdan əgər 2 mol bu hardan gəldi, bura düşdü yenə. Düz sualın üzərinə düşdü özdə. Bir dənə gözlüyün görək. 60-cı sual. Deməli, natrium 2CO3 üzərinə gəlsin H-xlor, 2 mol natrium H-xlorida alınır natrium xlor, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Bir dənə fikir verin, natrium karbonat nə qədər idi? 106 idi da. 106-dan 2 mol duz alınırsa, deməli, biz bunu 21,6 qram tapmışdıq da, 21,2 qram, 21,6 niyə dilimdə qalıb bilmirəm. 21,6-ya da bir x mol yazıram. Buradan x bərabərdir, nə qədər eləyəcək? Bu 60-cı sual, 0,4 mol. 0,4 mol deməli duz ayrılıb.
Eləmi? Və H-xlor məhlulunun bizdən molyar qatlığını hesab. Yəni CH-xlor bərabərdir nü C bərabər nü bölünsün V. Nü H-xlor bölünsün V H-xlorla hesablaya bilərik. H-xlorun həcmini deməli bizə nə qədər verib? 122 milli onsuz da burada verib. Bax bir dənə bax. 122 milli. Amma qatlıqda mol bölünsün litrlə verdiyinə görə gəl bunu silək. 0,122 litr yazaq. İndi bizə H-xlorun mol miqdarını da tapmaq lazımdır. Görək neçə mol H-xlor sərf olunur yoldaşlar. Neçə mol H-xlor sərf olunacaq? Bir dənə bax, əgər 2 molundan 2 mol H-xlor sərf olunursa, biz bunu tapdıq elə 0,4 mol. Deməli 0,4-də də 0,4 H-xlor sərf olunacaq. Burada 0,4-ü də deməli bölək 0,4-ü 0,4-ü bölür 0,122-yə. Bəs bölünmə daxı nəyi bölə bilərik? Deməli H-xlordan 0. İndi bir dənə baxaq. Biz birincini tapdıq və neçə H-xlor məhlulunun, H-xlor məhlulunun molyar qatlığını hesablayın. Onu nəyə əsasən tapa bilərik? Deməli, yoldaşlar, biz bayaq bir şey, diqqətli olaq, H-xlor, bir dənə bax, suallar silindi deyə tam fikir verə bilmirəm. Uşaqlar, axı burada natrium hidroksid nə qədər tapmışdıq? Artıq yadımdan çıxdı. Natrium hidroksiddən 8,4 qram deyəsən tapmış, 21,6 nə qədərsə tapdıq uşaqlar. Orada natrium hidroksiddən daxı müəyyən qədər artıq qalmışdı uşaqlar. Yadımızdadır, o artıq qalan natrium hidroksid. Bax, bu reaksiya natrium hidroksiddən artıq qalmışdı. Elə B-a qədər artıq qalmışdı. Həmin bu natrium hidroksid də H-xlorla reaksiya daxil olar. Alınar natrium xlor üzərinə gəlinsin su. Natrium xlor üzərinə gəlinsin su. İndi əmsallaşdırmağa da ehtiyac yoxdur burada. Gəl onda biz molla hesablayaq. 40 natrium OH-a 1 H-xlordursa, natrium OH-dan deməli çıxmış 8,4 qram qalmalıydı da. 8,4-ə gəl görək nə qədər H-xlor eləyər? X mol. X buradan bərabərdir. 8,4-ü bölürəm 40-a. Neçə elədi? 0 tam, deməli, niyə bölmədi? 8,4-ü bölürəm 40-a, 0,21 mol. 0,21 mol deməli H-xlor sərf olunar. İndi yoldaşlar, 0,21 mol H-xlor burada sərf olunur. Aha. Və yoldaşlar 0,4 H-xlorda, 0,4 H-xlorda bir dənə bura baxın. 0,4 H-xlorda bu reaksiyada sərf olunur. Yəni bu reaksiyaya getməklə. Onda ümumilikdə sərf olunan H-xlorun nə qədərdir? 0,4 üzərinə gəlsin 0,21, 0,61. Aha, indi düzəldi. 0,61 mol H-xlor. Onda C bərabərdir nü bölünsün V. Nünü tapdıq 0,61. V-ni də bilirik 0,122 mol. İndi bunu hesablasaq 0,61-i bölürəm 0,122-ə niyə bölmədi? 0,61-i böl 0,122-yə 5. Tapırıq qatlığı 5 mol bölünsün litr. Görün necə insanı yoran bir məsələdir. Əslində rahatlı yenə deyirəm. Mən burada izahdan çıxıram deyə, məndə bəzi hissələr görünmədi deyə çaşdım. Belə uşaqlar.